İmam Sadiq əleyhissalamdan da hədis. Elə bir təbərrük olsun bu hədis məndən sizə, bütün məni dinləyən adamlara. İmam Sadiq əleyhissalam buyurur ki, "Ləv ya'lamun nas ma fi fadli ma'rifatillah azza və cəl." Deyir, insanlar bilsə ki, Allahı tanımaqda, Allah mərifətində nə fəzilət var, nə ləzzət var, qalanını ərəbcə demirəm, tərcüməsini deyirəm. Deyib, bizim düşmənlərimizin əlində olanlara göz dikməzlər. Dünyaya əsir olmazlar. Deyib, bilsələr ki, mərifətullahın nə böyük fəziləti var, nə böyük ləzzəti var, özlərini dünyadan ehtiyacsız bilərlər. Dünyadan ehtiyacsız bilmək mənası bu deyil, dünyaya sahib olmayasan, bunu 100 dəfə demişəm. Mərifət ləzzətinə qərq ol, dünyaya sahib ol, dünya sənə sahib olmasın. Vəssalam, düstur budur. Uzun-uzadı danışmağa da ehtiyac yoxdur. Sənə heç kəs deməyib ki, o saat deyən ki, bu hədisə işlən kimdir, mərifətullaha diqqət elə, kafirlərin əlində olanlara fikir vermə, yəni ver kafirlərə dünyanı, sən ged axirət dalıca yox. Deyim, mərifətullaha sahib olsun, ağzının suyunu axıtmazsan, Allahın düşmənlərinin əlində olanlara, sən mərifətullahın ləzzətində qərq ol, Allah mərifətinin, Allahı tanımanın, elə bir ləzzətdir, elə bir meydi, mənəvi meydi ki, səni məst eləsin, sən bu məstlik gücdən gələn məstlikdir və sən dünyaya əsir olma. Dünyanı qazan, sahib ol dünyaya, sahib ol, o sənə sahib olmasın. Onda zəngin də olsun güclüsən, fəqir də olsun güclüsən, fərq eləmir. Zəngin də ol, lap yaxşı. Ondan sonra buyurur ki, ayaqqabının dabanından dəyərsiz olar sənin üçün. Əgər bilsin ki, mərifətullahda nə var, Allah mərifətinin nə feyzi var. Həmin hədisdə mən tərcüməsini deyirəm. Deyir, bu adamlar elə ləzzət alır, elə bil cənnətdə övliyalarla necə ləzzət alırdılar elə. Mən bir hədisdə görmüşəm, Arifin dünyadakı ləzzəti möminlərin cənnətdəki ləzzətindən üstündür. Dünyadakı. Görün, nə haldadır bu? Görün, bu nə şiddətli ləzzət halındadır ki, cəmaatın cənnətdə aldığını dünyada alır. Bu təsəvvür olunmaz bir haldır. Bəzi möminlər niyə qaşqabaqlı və acıqlı və belə deyim də, belə pərişandır? Ona görə ki, əl aşından da olub, vəl aşından da. Bir dəstə məlumdur, gedib dünyada alacaq, onunla başın qatıb. Bir dəstə də din də alacaq, bu qalıb ortada. Dinini hökmlərə əməl edir, amma heç birindən ləzzət ala bilmir. Ona görə pərişandır, narahatdır. Ondan sonra deyir, İnnə ma'rifətəllah əzzə və cəl anisun min kulli vəhşə. Buyurur ki, min kulli vəhşətin. Buyurur ki, Allah mərifəti bir munis kimidir, həm söhbət. Ki, bütün vəhşətlərdən qoruyur adamı. Heç vaxt təkli hiss eləmir adam. Heç vaxt. Ham səndən üst çevirsə, vəhşətə düşmürsən. Və elə arxasıca gələn cümlə də eyni şeydir. Və sahibun min kulli vəhdətin. Və deyir, təklikdən xilas eləyən dost. Bu adamlar heç zaman qəmli statuslar yazmır. Dostların vəfasızlığından gileylənmir. Dünyanın vəfasızlığından gileylənmir. Deyir, mərifətullah elə bir şeydir ki, o sənin qəlbində oldusa, sən tək də olsun, tək deyilsən, o sənnəndir. Hamı səndən üst çevirsə, sən tənha deyilsən. Hamı səndən üst çevirsə. Gör, nə qədər güclüdür adam. Təsəvvür edirsiniz belə. Hamı ondan üst çevirib, amma güclüdür də bu, sarsılmış. Və nurun min kulli zulmətin. Deyir, bütün zülmətlərdə olan bir nurdur. Və sözümün əsas canı buydu, mövzumuza aid axırıncı sözdür. Bütün bu hədis, amma düzdür, hamısını əlaqələndirmək olar, axırıncı cümlədir. Və quvvətun min kulli zəafin. Deyir ki, Allah mərifəti bütün zəifliklərdən adamı azad edən bir qüvvətdir, qüdrətdir, gücdür. Yeganə qüdrət və qüvvət mərifətdir, Allaha imandır. Adama elə bir qüdrət verir, elə bir güc verir ki, insan
Hər şeydən azad olur, hər şeydən. Bütün zəifliklər onu tərk edir. Əllamə Təbətəbai Rizvanullah Teala əleyh deyir, ona deyirlər ki, göz əməliyyatı olacaq, gəlsə anesteziya eləyək, səni yatızdıraq və əməliyyatı eləyək. Dedi ki, niyə görə yatızdırırsınız? Dedi ki, əvvəl ağrısı var, dedi, ağrı mənim canım çəkəcək, narahat olmayın. Dedilər, qan filan, dedi, o sizin işinizdə onu təmizləyin. Axı, əsas problem budur ki, göz gərək qırpılacaq axı. Sən biz şeydək ki, rahat əməliyyat eləyək. Deyir, neçə dəqiqə lazımdır göz qırpmamaq? Deyir, 15-18 dəqiqə, 17 dəqiqə. Deyir, problem deyil. 17-18 dəqiqə nə ağrıdan narahatdır, nə gözün qırpır, uzanıb, oturub əməliyyat eləyirlər. İndi biraz asanlaşıb, vaxt görünür çətin idi. İndi elə çox adam var ki, adi qaydada əməliyyat eləyirlər. Bu diva bu şəkildə dayanır, gözünü qırpmır. Bu nəyin nəticəsindədir bu güc? Bu düz deyil, başqa adamlarda da olur. Amma ariflər bütün bu gücü iradədən alırlar. Allaha yaxınlıqdan alırlar. Ayətullah Behçətin oğlu deyir ki, 3 saat ayaq üstə dayanıb münazat eləyirdi. Gedir dediyi hərəmə, dayanırdı 3 saat, mən cavan adam da yorulurdum, otururdum, az qaldım uzanım, yatım hərəmdə. 3 saat dayanıb deyə münazat edir. Yaşlı kişidir, hardan bu gücü alır? Çünki din qüdrət mənbəyidir, güc mənbəyidir, güclü eləyir adamı. Ustad Əyazi var idi. Bir nəfər mədrəsədə dərs deyən bir ruhanidir, deyir ki, getdim ona şikayət elədim ki, mən bu dərslərdə tələbələr məni incidir, sözümə qulaq asmır. Ondan sonra söz-söhbət falan başladım ondan bundan gilə eləməyə. Dedi ki, təbəssümlə yola verdi. İnsan belədir, falan deyir, gülür, danışır ki, narahat olma, adamlardan çox gilə eləmə. Elə belə olub da özünü çox üzmə, narahat eləmə. Hey danışır. Mən də deyir, danışıram elə, yox, alınmır, bu adamlar belədir. Yox, adam verir, nə deyirsən, yox, alınmır da, alınmır. Yaxşı, alınmır. Deyir, mən bunu deyə, birdən deyir, gördüm ki, əlini belə qaldırdı, nə meyvə ağacıdır. Ağacın budağı əyildi, buna tərəf yuxarıdan əyildi, bu meyvəni dərdi, bu ağac qayıtdı, getdi. Deyir, mənə bəlkə də bunu başa sal ki, güclü ol, dünya sənin əlində təslim olacaq, gücünlə. Bu qədər aciz adam olma. İndi birindən mənə qulaq asın, başladın nağılı danışmaq. Bilirsin ya, adamın gücündən xəbər yoxdur. Bilmir ki, adam nəyə qadirdir, nə var, nə böyük potensial var içində. Onu görür, nağıl danış, nağıl deyil, Allah Quranda möcüzələrdən danış. Möcüzələr həm də Peyğəmbərlərin ruhu qüdrətinin təcəssümüdür. Və kəramət heç vaxt məqsəd olmayıb. Heç məqsəd də deyil. Sadəcə gücün bir az faizinin göstəricisidir. Hansı arifin yanında kəramətdən danışsan, deyirəm, böyük kəramət bəndə olmaqdır Allaha. Bu gecə Qədr gecəsidir, Allahdan istəyək, mərifətullah, Allah mərifətini istəyək. Çünki hər şey bunun içindədir, güc, qüdrət bundadır. İmam Hüseyin ağanın sözü ilə desək, səni tapan nəyi itirib, səni itirən nəyi tapıb. Biz Allaha itirmişik, sərgərdən qalmışıq. Bu gecə Allaha deyək ki, göstər özü bizə. Tapaq bunu, Allahı tapaq bu gecə. Tapaq da itirməyək, əldən verməyək. Ondan sonra İmam Sadiq Aleyhisselam buyurur ki, وَقَدْ كَانَ قَبْلَكُمْ قَوْمٌ يُقْتَلُونَ وَيُحْرَقُونَ Deyir, sizdən əvvəl bir qövüm var idi, İmam Sadiq Aleyhisselam buyurur. Sizdən əvvəl bir qövüm var idi, onlar mümin idilər. Onları öldürürdülər, yandırırdılar, tikə-tikə olurdular, yeri onlara dar eləyirdilər ki, imandan, dindən dönsünlər. Onlar bir zərrə dinlərindən dönmürdülər. فَسْأَلُوا رَبَّكُمْ دَرَجَاتِهِمْ Deyir, siz də onlar kimi olun. Dua eləyin Allah'tan. İsteyin ki, Allah sizi o məqama çatdırsın. Demirəm ha ki, düşmənlər bizi tikə-tikə eləsin, düşmən qələt eləyər Allahın izni ilə, köməkliyi ilə ki, bundan sonra ümumiyyətlə cürət eləməz. Və indi elə başqa bir dövrdür, inşallah ki, izzət dövrümüzdür. Bunlar hamısı öz yerində, amma deyir, onların gücünü, qüdrətini, onlarda olan o gücü diləyin Allah'tan.